gözünde korku yok igid aslanın. Düşməni qorxudur şöhretin şanın. Ruhunu şad edir öz zəfər ilə. Şəhid qardaşının, şəhid ananın. Haydi igid oğul, ey igid əskər. Sizlərə yaraşır möhtəşəm zəfər. Hakkın uğrundaki büyük savaşta Allah sizi etsin daim müzəffər. Ne kadar bedende yaşayarsa can, düşmez dilimizden can Azerbaycan. Ali Başkomandan bize ver ferman, düşmeni döyüşte eder peşman. Askerim çevirdin sanki zamanı, düşmana yaşattın biz yaşayanı. Savaşa girerek öz mertliğinle, gördük bu megamda dostu yamanı. Düşman uydurduğun tarih yalandır, bu artık dünyaya tamam beyandır. Ölmeyi istemesen bizim torpakta, Dağlı Karabağ Azerbaycan'dır. Ne kadar bedende yaşayarsa can, düşmez dilimizden can Azerbaycan. Ali Başkomandan bize ver ferman, düşmeni döyüşte eder peşman. Düşmenin korkulmur topu silahı, Türkçe beseder büyük Allah'ı. Türk'ün yerde kalmaz dökülen kanı, silahtan güçlüdür onun imanı. Ne kadar bedende yaşayarsa can, düşmez dilimizden can Azerbaycan. Ali Başkomandan bize ver ferman, düşmeni döyüşte eder peşman. Yaşasın Azərbaycan ordusu, Qarabağ Azərbaycandır. Axşamınız xeyir olsun əziz tamaşaçılar. Bizim Ali Başkomandanımızın da dediği kimi Qarabağ Azərbaycandır və zəfər gününüz mübarək olsun. Və bugün də biz xüsusi buraxılışımızı bax bugün üçün tədbirimizi hazırlamışıq. Çünki bugün Azərbaycanımız üçün, xalqımız üçün ən əlamətdar günlərdən biridir. Və bugün bizlərin, bütün xalqın bayramıdır. Bütün evlərin təntənəli şəkildə keçirdiyi bax bu xüsusi gündür və bugün üçün bizim müzəffər ordumuza, bizim başda, yəni bax bu siyasi yolu uğurla və bizim bu uğura aparan bizim cənab Ali Başkomandanımız İlham Əliyevə təşəkkürümüzü bildiririk ki, bugün bax biz bu torpaqlarda, bu vətən uğrunda gedən mübarizənin sonunda biz bugün bu bayramı qeyd edirik. Bugün zəfər bayramıdır, bugün Azərbaycanın bayramıdır. Bayramınız mübarək olsun. Və ilk təşəkkürümü bildirmək istəyirəm. Bugünkü bu xüsusi buraxılışımızda bax bu açılış proqramını təşkil edən bizim dəyərli 4 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi, Publik Hüquqi Şəxsin Dan Ulduzu rəqs qrupuna dərin təşəkkürlərimizi bildiririk ki, bax bu gözəl balaları bizim bugün, bax bu gözəl gün üçün bura göndərdilər və bu proqram üçün hazırlayıblar. Gənclər bizim gələcəyimizdir, övladlarımız bizim sabahımızdır. Buna görə də hər birinə təşəkkür edirik. Sağ olsun Dan Ulduzu rəqs qrupu. Bu proqramı biz sizin üçün təşkil etdik. Çünki bugün bizim millətimizin, bax bizim xalqımızın ən gözəl günlərindən biridir. Və bugün onun üçün də bura xalqımızın sevimlisini, dəyərlimizi, bizim millətimiz üçün dəyərli olan, dövlətimiz üçün dəyərli olan və dövlətimizin özünün ad verdiyi, məhz status verdiyi o şəxsləri bura dəvət edirik. Və bunlardan biri də bizim Respublikamızın xalq artisti, xalqın sevimlisi, elə həqiqətən də bax bizim dəyərlimiz, bugün üçün ən xüsusi qonaqlarımızdan olan Bilal Əliyev Aysu Şonun qonağıdır. Qarşılayın. Axşamınız xeyir olsun əziz tamaşaçılar. Mən də fürsətdən istifadə edib bütün dünya Azərbaycanlılarını bu böyük qələbə, zəfər münasibəti ilə
ürəkdən təbrik edirəm. Hər birinizə uzun ömür, can sağlığı, xoşbəxt həyat, bol-bol ruzi, bin, bərəkət, saf can sağlığı arzu edirəm. Mən nəzərinizə çatdırım ki, mən neçə illər idi, Ulu öndərimiz dünyasını dəyişəndən bugüne qədər mən ağ kostyum əynimə geyinmirdim. Bugün isə mən o Kəbə evinə apardığım bayrağı aparıb İsa bulağının üstündən Şuşada astım və ondan sonra dedim ki, rahat da bu kostyumu əynimə geyinə bilərəm. Bir daha bütün xalqımızı təbrik edirik. Allah bütün şəhidlərimizi rəhmət eləsin, ruhları şad olsun, yerləri cənnəti behişt olsun, Allah qazilərimizi qorusun. Mən bütün Azərbaycan xalqı adından Ulu öndərimizin ruhunun qarşısında baş əyirəm və onun ən layiqli davamçısı Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandanımız Cənab İlham Əliyevə xalqımız adından, şəxsən öz adımdan təşəkkürümü, minnətdarlığımı bildirirəm. Qarşınızda baş əyirik ki, bizə bu sevinci yaşatdınız. Cənab Prezident, çox sağ olun. Bütün Azərbaycan xalqı sizinlə fəxr edir. Biz xoşbəxt insanlarıq ki, Allah bizə ulu öndərimiz kimi və sizin kimi insanları bəxş edibdir. Bütün xalqımın bayramı bir daha ürəkdən təbrik edirəm. Bayramınız mübarək olsun. Mən də yeni qələbə haqqında bir mahnı hazırlamışam. Buyurun, dinləyin, seyr edin. Töküldü düşmanın faşist qanları, sevincdən ağlayır hər qarış torpaq. Gözün aydın olsun, gözün aydın olsun, gözün aydın olsun məğrur Qarabağ. Gözün aydın olsun, gözün aydın olsun, gözün aydın olsun Azərbaycanım. Daşı millətimin səbir kasası, dəhşətli olmuşdur elin qisası. Gözün aydın olsun Azerbaycanım. Gözün aydın olsun, gözün aydın olsun, gözün aydın olsun Azerbaycanım. Və sən qarşısında budur andımız, hər azad bölgədə sancılsın bayraq.
gözün aydın olsun Azerbaycanım. Gözün aydın olsun, gözün aydın olsun, gözün aydın olsun Azerbaycanım. Yandır zəfərinlə düşməni yandır. Ey şanlı yurdumuz dünyaya qandır. Qarabağ vətənim Azərbaycandır. Asıfəm bu canım sənə qurbandır. Gözün aydın olsun, gözün aydın olsun, gözün aydın olsun, gözüm Qarabağ. Gözün aydın olsun, gözün aydın olsun, gözün aydın olsun Azərbaycanım. Yangın Erdoğan, bir yangın ilham, herkesin kalbinde yarattı Birleşip düşmanla aldı intikam. Bir milletteki dövmet neleridir bak, neleridir bak, neleridir bak. Gözün aydın olsun, gözün aydın olsun, gözün aydın olsun məğrur Qarabağ. Gözün aydın olsun, gözün aydın olsun, gözün aydın olsun Azərbaycanım. Gözün aydın olsun, gözün aydın olsun, gözün aydın olsun Azerbaycanım. Gözün aydın olsun, gözün aydın olsun. Gözün aydın olsun yan yan. Ay güzel Azerbaycanım. Ay can. Bilal müəllim, möhtəşəm ifanız üçün sizə təşəkkür edirik. Var olun ki, bax, bugün dəvətimizi qəbul edib gəldiniz, bizim verilişimizin qonağı oldunuz. Bu xüsusi gündə biz çalışdıq ki, əlimizdən gəldiyi qədər, çünki bu bizim borcumuzdur ki, məhz bu günü ən xüsusi, ən dəbdəbəli şəkildə qeyd edək. Çünki bugün bizim xalqımızın bayramıdır, bugün Əlbəttə. Azərbaycanımızın bayramıdır. Tam doğrudur, amma mən sizə təşəkkür edirəm ki, siz məni bu gözəl verilişə dəvət etmisiniz. Bu bayram, Zəfər bayramına dəvət etmisiniz. Allah sizdən razı olsun, minnətdarım bildirirəm. Gəlsin sizdən gözəl bir ifa.
beşiğinde durubdu ilham. Kaldırdı idmanı bütün ülkede, Fatih Berkidi gençlerin canı. Hüseyin bayrağı ucaldım dedi, tanıdım dünyada Azerbaycan'ı, 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 Azerbaycan'ı. Alkışlayın bütün Azerbaycan'a, zəhmət çekip korulayan adamlara. 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 Çox təşəkkür eləyirik və həqiqətən də alqışlayırıq. Kimlərin ki əziyyəti keçib, bax bütün əziyyəti keçən hər bir kəsi alqışlayırıq. Çünki bu hər bir kəsin, hətta evdə oturanların belə əziyyət çəkdiyi bir mübarizə oldu. Çünki bir xalqın birinə əgər bir şey olarsa, biz Azərbaycan xalqı dəmir yumruq kimi birlik olan bir xalqdır. Birimizə oldusa hər birimizə oldu deməkdir. Ona görə də dünyadan köçən şəhidlərimizə Allah rəhmət eləsin deyirik. Qazilərimizə də Allahdan can sağlığı arzulayırıq. Bugün sizlərin bayramıdır. Bir daha qeyd edirəm. Bugün Azərbaycanımızın bayramıdır və biz gənc nəsillərə bunu ötürməliyik. Çünki bu bizim irsimizdir, bu bizim tariximizdir və bu bizim şanlı bir tariximizdir. Mən inanıram ki, bugün şəhidlərimizin də hamısının ruhu şaddır. Ümumiyyətlə Qarabağ yolunda, 1-ci Qarabağ müharibəsində, 2-ci Qarabağ müharibəsində və bütün o savaşda şəhid olmuş bütün insanların bugün ruhları şaddır, onların ruhları başımızın üstündə pərvaz eləyir və sevinirlər. Allah onları rəhmət eləsin, bir Allah daha rəhmət ruhları eləsin, şad olsun, ailələrine də yerləri səbir cənnəti versin. behişt olsun. Amin inşallah. Sizə də təşəkkür edirik Bilal bəy. Bugün Borcumuz gəldiniz, deyil. bax verilişimizi daha da gözəl etdiniz. Çünki sizin kimi dəyərli bir sənətkar bizim efirimizdə qonaq Bizim oldu. Bundan borcumuzdur. qürur verici nə ola bilər bu Əlbəttə, gözəl biz- gündə? Biz bütün Azərbaycan üçün kimlər ki əziyyət çəkibdi, onların hamısının qarşısında baş əyirik. Ulu öndərimizin də gözəl bir sözü var və hər zaman deyərdi, mən fəxr edirəm ki, mən Azərbaycanlıyam və biz də bugün fəxr edirik ki, biz Azərbaycanlıyıq. Təşəkkür edirəm. Çox Sağ sağ olun, olun. minnətdarım. Sağ olun. Ey müdrüküm, ey aqilim, ağ saqqalım atam mənim. Elə belə gəlməmisəm, elə belə gəlməmisəm. Göylərdən göndəriləm, qüvvəm mənim, gücüm mənim. Ey göylərdən göndəriləm, qüvvəm mənim, gücüm mənim. İdrakına, kamalına, ulu tanrı dili deyib, sığal sifayt ellərinəm, Allahımın əli deyib, ayaqlarının altında əziləcək xəyanət şər. Sən adi bir bəşər deyil, bir adım var
bu adı biz vermirik. Onu sənə haqqım verib, uğrunda can qoyduğum, uğrunda can qoyduğum zirvələrə yüksəltdiyim, xalqın verib, elin verib, zirvələrə yüksəltdiyim, xalqın verib, elin verib. İdrakına, kamalına, ulu tanrı dili deyib, sığal sifayt ellərinə, Allahımın eli deyib, ayaqlarının altında əziləcək xəyanət şər. Sən adi bir bəşər deyil, bir adım var fövqəl bəşər. Ayaqlarının altında əziləcək xəyanət şər. Sən adi bir bəşər deyil, bir adım var fövqəl bəşər. Örnek olub neçə nəslə, nəsiyyətin Heydər ata, atası sən bu millətin, xilaskarı Heydər ata. Atası sən bu millətin, xilaskarı Heydər ata. Tanrıdan çatıb sənə şöhrət şan Heydər ata, bunu təsdiq edir küllü cahan Heydər ata. Xalqımız ümidini bağlayıb yalnız sənə, Azərbaycan yaşar bu ümidlə Heydər ata. Örnek olub neçə nəslə, nəsiyyətin Heydər ata, atası sən bu millətin, xilaskarı Heydər ata. Örnek olub neçə nəslə, nəsiyyətin Heydər ata, atası sən bu millətin, xilaskarı Heydər ata. Xilaskarı Heydər Və dəyərli tamaşaçılarımız, konsertimizə qaldığımız yerdən davam edirik. Çünki bugün bir-birindən maraqlı qonaqlarım var, bir-birindən maraqlı ifalarıyla məhz bugün, bu gözəl gündə mənim efirimin qonağıdırlar. Hər birinə ayrı-ayrılıqla təşəkkür edirəm. İndi dəvət edəcəyim bizim dəyərlimiz, sənət üçün, sənət camiyyəsində, az öncə də qeyd etdiyim kimi, dövlət tədbirlərində ən belə layiqli şəkildə iştirak edən xanımlarımızdan biri və bizim sevimlimiz, xanım xatın, hörmətli, samballı, bizim sevimlimiz olan Kəmalə Nəsibova Aysu ilə şounun qonağıdır. Qarşılayın, gözəl ifası ilə xoş gəlib, səfa gətirib. Ayızın xoş sözün canım ağrıyar, ayızın xoş sözün canım ağrıyar. Baxışın qəlbimi yolda saldı yar, baxışın qəlbimi yolda saldı yar. Niyə bəsə məndən üz döndərdin yar? Niyə bəsə məndən üz döndərdin yar? Sözümüz əhdimiz harda qaldı yar? Sözümüz əhdimiz harda qaldı
təşəkkür edirəm Mən Kəmalə sizə xanım. təşəkkür edirəm canım mənim. Minnətdaram bu gözəl gündə məni də yada salmısınız, dəvət Bizim etmisiniz. üçün çox qürur vericidir ki, siz bax bu günü, bu gözəl gündə, Allah razı əlamətlər olsun. gündə buyurub gəlmisiniz. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Çox şükür bu günə. Çox şükür Azərbaycan xalqının bu gözəl gününü biz qeyd eləyirik və millətimizi təbrik edirəm. Minnətdaram. Sağ Çox olun. təşəkkür Əzizim. edirik. Biz də bu təbriklərə qoşuluruq. Kəmalə xanım, bir daha sizə minnətdarıq. Çox sağ olun Çox əzizim. sağ olun. Getsən bağdan əyər, güllər boynun əyər, bülbül qayaş tökər, ağzı şirin şəkər. Allı güllü Leyla, şirin dilli Leyla, ay qız Leyla, hey hey hey. Allı güllü Leyla, şirin dilli Leyla, ay qız Leyla, hey 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 hey. Qaşın gözün qara, çəkmə məni dara, əynində yar xara, canım qurban yara. Allı güllü Leyla, şirin dilli Leyla, ay qız Leyla, hey hey hey. Allı güllü Leyla, şirin dilli Leyla, ay qız Leyla, hey 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 hey. Dedim adım Ceylan, Ceylan sənə heyran, ətim bağdan canan, alır səndən reyhan. Allı güllü Leyla, şirin dilli Leyla, ay qız Leyla, hey hey hey. Allı güllü Leyla, şirin dilli Leyla, ay qız Leyla, hey 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 hey. Allı güllü Leyla, şirin dilli Leyla, ay kız Leyla, hey hey hey. Allı güllü Leyla, şirin dilli Leyla, ay kız Leyla, hey 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 hey. Ekranlardan ayrılmayın çünki çox maraqlı qonaqlarımız var. Ard-arda hər biri sağ olsunlar, gəlirlər. Bax canla başla iştirak eləyirlər çünki bu gün bizim üçün bir bayramdır. Hətta bizim üçün ən dəyərli, ən önəmli bayramlardan biridir. İndi isə dəvət edəcəyim qonağımız, bizim dəyərli ifaçımız, 7-dən 70-ə hər bir kəsin sevimlisi olan, xalqın sayıb seçdiyi və sevdiyi şəxsdir. Bax, indi dəvət edəcəyim qonağın ifalarını elə hər bir kəs elə əzbər bilir. Hətta onun konsert proqramları olduqda və onun elə ifaları məclislərdə səsləndikdə hər kəs onunla bərabər ifalarını əzbərdən səsləyirlər. Odur ki, bax, bugün qarşılayın, Yaşar Cəlilov gəlir. Xoş gəlib, səfa gətirib. Sen
Mənim üfüqümə açılan səhər sən bizim hamımızın döyünən ürəyisən. Mən səni sevəcəyəm ölənə qədər. Sən neçə min igidin öz ana vətənisən. Gələcəyimizə doğulan ümid, Qarabağımın anasısan. Səmalardan enməyən ay ulduzlu bayrağımsan. Tarixlərə sığmaz adın hünərlidir hər övladın. Daim yaşadar arzu muradım. Dünya sənədir heyran yurdum adına qurban. Sənlə var olar bu canım Azərbaycan. Sən mənim üfüqümə açılan səhər. Sən bizim hamımızın döyünən ürəyisən. Mən səni sevəcəyəm ölənə qədər. Sən neçə min igidin öz ana vətənisən. Gələcəyimizə doğulan ümid, Qarabağımın anasısan. Səmalardan enməyən ay ulduzlu bayrağımsan. Tarixlərə sığmaz adın hünərlidir hər övladın. Daim yaşadar arzu muradım. Dünya sənədir heyran yurdum adına qurban. Sənlə var olar bu canım Azərbaycan. Tarixlərə sığmaz adın hünərlidir hər övladın. Daim yaşadar arzu muradım. Dünya sənədir heyran yurdum adına qurban. Sənlə var olar bu canım Azərbaycan. Dünya sənədir heyran, yurdun adına qurban. Sənlə var olar bu canım, ey mənim Azərbaycanım. Yaşar bəy, çox təşəkkür edirik Çox sağ olun, bu gözəl minnətdaram, ifanız təşəkkür üçün. edirəm, var olasınız. Biz də bir daha sizi salamlayıram. Çox sağ Bizi olun. izləyən tamaşaçılarımızı salamlayıram. Bayramımız mübarək olsun. Xalqımıza qələbə çox gözəl yaraşır. Allah Ali Baş Komandanımızı qorusun. Allah ordumuzu, xalqımızı, millətimizi qorusun. Amin inşallah. Və sizi artıq xalq sevir. Bizim Təşəkkür edirəm. dəyərli insanlarımız sevir. Çünki Çox sağ olun. biz hər zaman, ayrıca siz verilişlərdə belə qonaq olduqda necə baxılır, necə sevilərək sizi izləyirlər. Çünki mən az öncə də qeyd etdim, 7-dən 70 hər kəs sizi Çox sağ sevir olun, və bu minnətdaram. sevginiz sözünüz qazanmısınız. Çox Buna təşəkkür görə də edirəm. sizdən növbəti ifa səslənsin. Başda yeni mahnıda səsləndirəcəm sizlər üçün. Çox gözəl. Gəlsin ifamız. Yaralandı saf sevgimiz, beterlerden beter oldu. Önce ünvanı kalbimiz, sonradan gam keder. Yaralandı saf sevgimiz, beterlerden beter oldu. Önce ünvanı kalbimiz, sonradan gam keder oldu. Yokla hasretin dadını, asandı çekme yadını. Görüne kadar seni sesledim, eşitmedin imdadımı. Sensizliğe yol oldum, senden çözüp giden oldum. Gülüp seni günlerime, hasretiyle
düştü köçer oldu. Silinmez eşkim eşkimden, senden ötürü geçer. Olurdu kalbim kalbimden, kaçak düştü köçer oldu. Silinmez eşkim eşkimden, senden ötürü geçer oldu. Yokla hasretin dadını, asandı çekme yadını. Gününe kadar seni sesledim, eşitmedin imdadımı. Sensizliğe yol aldım, senden çözüp giden oldum. Değilsen günlerime hasretinden haberim. Sensizliğe yol aldım, senden çözüp giden oldum. Değilsen günlerime hasretinden haberim. Sensizliğe yol aldım, senden çözüp giden oldum. Değilsen günlerime hasretinden haberim. Sensizliğe yol aldım, senden çözüp giden oldum. Değilsen günlerime hasretinden haberim. Və əziz tamaşaçılar, bilirsiniz ki, hər gün, həftə içi 5 gün efrimdə məhz məni bura hazırlayan mənim gözəl əlli, qızıl əlli 2 qızım var ki, Suna və Rövşaniyə təşəkkürümü bildirirəm. Kaya studiyanın əməkdaşlarıdır və siz ora gedərək elə gözəlləşib məkandan çıxıb o özəl gününüzə gedə bilərsiniz. Digər təşəkkürümü etmək istəyirəm məni hər gün libaslarıyla, geyimləri ilə gözəlləşdirən Amor Moda mağazasına təşəkkürümü bildirirəm. Laçın Ticarət Mərkəzinə yerləşir, 3 mağazaları var və bir-birindən bol çeşidlərlə zövqünüzü oxşayacaq. Təşəkkür edirəm Amor Moda mağazası. Bugün bu xüsusi buraxılış üçün elə bir dəyərli qonaqlarımızı dəvət etmişik ki, bizim xalqımız üçün dəyərli olan, millətimiz üçün dəyərli olan, xalqın sevimlisi, hər zaman elə el məclislərində görmək istəyirlər. Onları dövlət tədbirlərində görürük. Elə məhz bugün də bizim əlamətdar bir günümüz olduğu üçün bizim dəyərli ifaçımızı Aysu ilə şouya dəvət etdik. Qarşılayın, gəlir Gülnar Zeynalova. Xoş gəlib, səfa gətirmişsiniz bax bu gözəl gündə bizim verilişimizə. Çox sağ olun. Əvvəla hər kəs salamlayıram, təşəkkür edirəm dəyərinizə, diqqətinizə görə sizə minnətdaram. Sizlər bizi sevirsiniz, çağırırsınız, minnətdaram. Bayramlarımız hər zaman xeyirli, uğurlu, bərəkətli olsun. Amin inşallah. Hər zaman xalqımızda bax belə gözəl bayramlarımız olsun. Elə hər zaman deyək, gülək, bax belə gözəl təntənəli şəkildə bayramlar keçirək. Sizlər də gəlib iştirak edəsiniz. İnşallah. Son diləyim bircə budur, gəl görüşək son dəfə biz. Sevgimizə son qoyaraq, gəl ayrılaq son dəfə biz. Qəlbimizi, sevgimizi dəfn eləyək ordacadan. Köhnə görüş yerlərini çıx gəzişək son dəfə biz. Səni daha mən heç görməyəcəm. Taleyə bax, qismətə bax. Batdı günəş, doldu bulut, yağdı yerə qəm yağışı. Döydü bizim pəncərəni, hicrana bax, həsrətə bax. Səni daha mən heç görməyəcəm. Özgəsinə qəlbimi mən verməyəcəm. Bunu bil, ayrılarıq bunu bilməzdik. Bilsək bəlkə də sevməzdik.
biz belə gəlməzdi. Ayrılarıq ola bilməzdi. Bilsək bəlkə də sevməzdi. Əvvəl gündən o yerə biz, o görüşə biz belə gəlməzdi. Və dəyərli tamaşaçılarım, proqramımız ilə qaldığımız yerdən davam edirik. Bugünkü konsert proqramımız bir-birindən maraqlı qonaqlarımızla, onların sədaları ilə bilirəm ki, sizin evlərinizin qonağı olur və bu 2 saat boyunca bu bayram əhval-ruhiyyəsini Eləməz Aysu ilə şouda yaşayırsınız. Həqiqətən də həm istedadlı, həm bu sahədə hər zaman dediyim kimi öz hörmətini, sambalını qoruyub saxlayan bizim dəyərlimiz Valid Abdullayev gəlir. Qarşılayın. Çox sağ olun. Mən də xalqımızın bayramını təbrik edirəm, Zəfər bayramın. Ali Başkomandanımızın sayəsində torpaqlarımız azaddır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizi qorusun, xalqımızın bayramı mübarək olsun. Mübarək olsun deyirik. Elə ona görə də sizdən gözəl bir ifa gəlsin. Gəlsin. Könlümə ruh verir Arifin səsi, muğamdır bulağı həm şəlaləsi. Könlümə ruh verir Yaqubun səsi, muğamdır bulağı həm şəlaləsi. Cabbarın Seyidin xanın nəfəsin, o sənət məskanı Qarabağdadır. Cabbarın Seyidin xanın nəfəsin, o sənət məskanı Qarabağdadır. Gözəldir Ağdamın Füzulin Bərdə, Şuşamın sorağı vardı hər yerdə. Gözəldir Ağdamın Füzulin Bərdəm, Şuşamın sorağı vardı hər yerdə. Mehdini sansalar gündə yüzlərdə, onun da dərmanı Qarabağdadır. Mehdini sansalar gündə yüzlərdə, onun da dərmanı Qarabağdadır. Musiqi beşi ilham ocağı, Dədə Süleymandı sirli çırağı. Vahidi mənsumu dağlar bulağı, muğamın sarvanı Qarabağdadır. Vahidi mənsumu dağlar bulağı, muğamın sarvanı Qarabağdadır. Gözəldir Ağdamın Füzulin Bərdə, Şuşamın sorağı vardı hər yerdə.
Əziz tamaşaçılar, konsert proqramımız qaldığı yerdən davam eləyir. Bizim dəyərli ifaçımız Nadir Bayramlı gəlir. Qarşılayın. Sizləri salamlayıram, dəyərli tamaşaçılarımızı salamlayıram. Bugün çox gözəl bir gündür. Hamı sevinir, bütün xalqımız sevinir. Sevincimiz daim olsun deyirəm. Zəfər çünki bu xalqa, millətə yaraşır. Mən buradan arzularımı belə bildirərdim ki, dünyamıza müharibəsiz, savaşsız olmasını arzu edirəm. Ən əsası da xalqımıza, millətimizə müharibəsiz ömür arzu edirəm. Yaşasın Azərbaycanımız, yaşasın birliyimiz. Canımsan, ürəyim sən əbədi İstəyim sən canımsan, ürəyim sən əbədi İstəyim sən, xoşbəxt gələcəyim sən Azərbaycanım mənim Azərbaycanım mənim Boynu sadət dolu Köksü məhəbbət dolu Yolu həqiqət yolu Yolu həqiqət yolu Azərbaycanım mənim Azərbaycanım mənim Azərbaycanım mənim Azərbaycanım mənim Dədəm Qorqud diyarısan, Qazan xanın vüqarısan Dədəm Qorqud diyarısan, Qazan xanın vüqarısan Ulu Türkün diyarısan Azərbaycanım mənim Azərbaycanım mənim Boynu sadət dolu Köksü məhəbbət dolu Yolu həqiqət yolu Yolu həqiqət yolu Azərbaycanım mənim Azərbaycanım mənim Azərbaycanım mənim Azərbaycanım mənim Boynu sadət dolu Köksü məhəbbət dolu Yolu həqiqət yolu Yolu həqiqət yolu Azərbaycanım mənim Azərbaycanım mənim Azərbaycanım mənim Azərbaycanım mənim Ay aman Hey Hey Azərbaycanım mənim
istəyirəm ki, bax bugün bu özəl gündə, gözəl gündə sizlərin ruhunu oxşaya bilmişik. Çünki bugün bizlər üçün, bütün Azərbaycan xalqı üçün önəmli günlərdən biridir. Ən əlamətdar günümüzdür və bu günü doya-doya keçirmək lazımdır. Ona görə də biz bu dəyərli ifaçımızı dəvət edəcəyik ki, onun da musiqi sədaları altında biraz da əylənək. Odur ki, bizim dəyərlimiz olan xanım, xatın sayılıb seçilən Gülşən Əliyeva gəlir. Qarşılayın. Xoş gəlib, səfa gətirmisiniz. Teşekkür ederim. Maşallah Gülşən xanım necə gözəldir. Sizin gözləriniz gözəldir. Bayramlarımız mübarək olsun. Əziz xalqımız, Zəfər bayramımız, Bayraq bayramımız mübarək olsun. Hər zaman gözəl günlər nəsibimiz olsun. Amin. Allah bütün xalqımıza gözəl günlər nəsib eləsin. Teşekkür edirəm. Amin inşallah. Hər zaman. Onda gəlsin elə sizdən gözəl bir ifa. Gəlsin. Gəlsin. Qəhrəmanlar ölkəsi, mübarizin kölgəsi, qəlbimizə məlhəm oldu Xudayarın bal səsi. Bir dünyalıq ordu yığdı Poladın son nəfəsi. Bayrağımız hər qarışında dalğalandı. Bitti həsrət səhər bizim torpağa yutdu. Bayrağımız hər qarışında dalğalandı. Ant yerimizdir Qarabağ Azərbaycandır. Ant yerimizdir Qarabağ Azərbaycandır. Yenilməz vətən, bölünməz vətən, ucadır bu eşq bütün sevgilərdən. Ölməz igidlər, silinməz qəlbdən. Bu torpaq bizimdir, bizimdir əzəldən. Qarabağ bizimdir, bizimdir əzəldən. Bu torpaq bizimdir, bizimdir əzəldən. Qovuşduq Qarabağa, yol çəkdik biz Şuşaya. Bu hünəri, bu qüdrəti göstərdik biz dünyaya. Bu dövləti, bu milləti güc yetməz ayırmağa. Bayrağımız hər qarışında dalğalandı. Bitti həsrət səhər bizim torpağa yutdu. Bayrağımız hər qarışında dalğalandı. Ant yerimizdir Qarabağ Azərbaycandır. Ant yerimizdir Qarabağ Azərbaycandır. Yenilməz vətən, bölünməz vətən, ucadır bu eşq bütün sevgilərdən. Ölməz igidlər, silinməz qəlbdən. Bu torpaq bizimdir, bizimdir əzəldən. Yenilməz vətən, bölünməz vətən, ucadır bu eşq bütün sevgilərdən. Ölməz igidlər, silinməz qəlbdən. Bu torpaq bizimdir, bizimdir əzəldən. Qarabağ bizimdir, bizimdir əzəldən. Bu torpaq bizimdir, bizimdir əzəldən. Qarabağ, Və dəyərli izləyicilərimiz, yenidən artıq proqramımıza qaldığımız yerdən davam edirik.
qeyd etmişdim ki, bir-birindən maraqlı qonaqlarımız olacaq. Çünki bugün bizim üçün ən özəl günlərdən biridir. Bugün bizim Zəfər bayramımızdır. Və elə Zəfər bayramımızın bax bu gününə, bu bayram gününə yaraşan qonaqları bugün bura dəvət etmişik. Çünki hər bir kəs mən deyərdim ki, bax bu bayramı, əhval-ruhiyyəsini doya-doya insanların ruhuna yaşatmağı, əks etdirməyi bacarmır və indi dəvət edəcəyim qonağımız, ifaçımız bizim 11 yaşından bəri öz adını isbatlamış. Bax elə bu tarixi, şanlı səhifələrdən söhbət gedərkən məhz indi hal-hazırda ifasını dinləyəcəyiniz o şəxs də elə öz adını 11 yaşından isbatlayıbdır. Və hətta mən deyərdim ki, ilk və tək ifaçılardandır ki, bu yaşda bax bu zirvəyə qədər gəlib çıxa bilibdir və qarşılayın, Pərvaz İbrahimli gəlir. Köpək uzadı, uzadı, balam uzadı. Yolu xalçadı, xalçadı, balam xalçadı. Köpək uzadı, uzadı, balam uzadı. Yolu xalçadı, xalçadı, balam xalçadı. Gülü gönçədi, gönçədi, yarım gönçədi. Gedən gözəlin, gözəlin eli gəncədir. Gedən gözəlin, gözəlin eli gəncədir. Bura arazdı, arazdı, balam arazdı. Suyu da yazdı, da yazdı, balam da yazdı. Bura arazdı, arazdı, balam arazdı. Suyu da yazdı, da yazdı, balam da yazdı. Gəmin buz tutur, yarım buz tutur. Leylim ayazdı, ayazdı, leylim ayazdı. Leylim ayazdı, ayazdı, leylim ayazdı. Bura vətəndir, gülü bitəndir. Əlim çatandır, ölüm yetəndir. Bura vətəndir, bura vətəndir.
Gözəl Şuşadır, Şuşadır balam, Şuşadır. Bura Şuşadır, Şuşadır balam, Şuşadır. Gözəl Şuşadır, Şuşadır gülüm, Şuşadır. Üzmə gülünü, gülünü, yarım gülüdür. Gülü qoşadı, qoşadı, gözəl Şuşadır. Gülü qoşadı, qoşadı, gözəl Şuşadır. Bura şəkidir, şəkidir balam, şəkidir. Gözəl şəkidir, şəkidir balam, şəkidir. Bura şəkidir, şəkidir balam, şəkidir. Gözəl şəkidir, şəkidir balam, şəkidir. Yenə dünyada, dünyadan balam, dünyadan. Əzəl şəkidir, şəkidir, gözəl şəkidir. Əzəl şəkidir, şəkidir, gözəl şəkidir. Bura vətəndir, günü bitəndir. Əlim çatandır, ölüm yetən. Bura vətəndir, bura vətəndir, bura vətəndir. Təşəkkür edirəm öncəliklə gəldiyiniz üçün, dəvətimizi qəbul edib gəldiniz. Bizim üçün çox qürur vericidir ki, bax, az öncə də qeyd etdim, dövlətimizin sahib seçdiyi, dövlət tədbirlərində iştirak edən məhz bu ifaçıları mən istədim bugün burada görməyi, çünki bugün bizim üçün ən əlamətdar günlərdən biridir. Çox təşəkkür edirəm, dəyərli Aysu xanım, minnətdaram sizə, xalqımızı salamlayıram və bu gözəl bayram münasibəti ilə, Zəfər bayram münasibəti ilə hər bir vətəndaşımızı təbrik edirəm. Allah ordumuzu qorusun, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə Allahdan şəfa diləyirəm və Allah qüdrətli prezidentimiz, cənab prezidentimiz İlham Əliyev, Ali Baş Komandanımızı qorusun ki, bu qələbəni bizim xalqımıza çatdırıblar. Və təbrik edirəm bu gözəl bayram münasibəti ilə, təşəkkür edirəm dəvətiniz üçün. Biz təşəkkür edirik. Odur ki, gəlsin ikinci ifamız, gəlsin Pərvaz bəydən ifamız. Şuşanın dağları başı dumanlı, kırmızı qoftalı, yaşıl tumanlı. Dərdindən ölməyə çoxdur gümanlı, dərdindən ölməyə çoxdur gümanlı. Ay qız bu nə qaş göz, bu nə tel, ölərəm dərdindən onu bil. Danışmasan da balam barı gül. Ay qız bu nə qaş göz, bu nə tel, ölərəm
safalı bağları Qarabağdadır. Şair xalqımızın ziyarətgahı, Vaqifin məzarı Qarabağdadır. Dağlar bürüb qələbə barı, yaman ey, ya yaman ey, ya yaman ey. Dağlar bürüb qələbə barı, çəkib üstümüzdən dərdi qubar. Qalib ordumuzun ucaltdıqları, qalib ordumuzun ucaltdıqları zəfər bayraqları Qarabağdadır. Qarabağdadır, ay aman, ay aman ey. Ay qız bu nə qaş göz, bu nə tel, öləyəm dərdindən onu bil. Danışmasan da balam barı gün. Ay qız bu nə qaş göz, bu nə tel, öləyəm dərdindən onu bil. Danışmasan da balam barı gül, yar ay aman, aman ay. Dəyərli tamaşaçılar, proqramımıza elə qaldığımız yerdən davam edirik. Çünki bugün bizim konsert proqramımızda bugündən gözəl nə ola bilər ki? Bugün sözlərə yox, məhz bugün ifalara yer veririk. Çünki bugün elə bu ifalar bizim bu gözəl günümüz üçündür. Bugün Zəfər bayramımız üçündür və biz bura bizim dövlətimizin dəyər verdiyi, bizim elə xalqımızın sevimlisi olan, dövlət tədbirlərinin iştirakçıları olan, el məclislərinin iştirakçıları olan və xalqın sevimliləri, mən istərdim ki, bizim dəyərli qonaqlarımızı sizə təqdim edim. Nurlan Namazov və Nəsrin Nur gəlir. Qarşılayın. Təşəkkür edirik dəvətiniz üçün. Hər kəsi salamlayırıq. Zəfər bayramı münasibətilə bütün xalqımızı təbrik edirik. Bütün Azərbaycan xalqını ürəkdən təbrik edib. Bu gün bizim üçün çox önəmli bir gündür, çox özəl bir gündür. Allah Ali Baş Komandanımızı qorusun, ordumuzu qorusun inşallah. İnşallah gözəl bir mahnı səslənəcək. Bayramımız mübarək olsun. Dolanmısan bu dünyanı, ana yurdun xilaskarı. Qəlbən sevən torpağını, Ulu Öndər Heydər Baba. Həm imansan, həm də günəş, tarixlərdə əbədi yaşar. Həm imansan, həm də günəş, tarixlərdə əbədi yaşar. Yaşayacaq Azərbaycan, günü gündən şişə yaşar. Qəlblərdə o daim yaşar, Ulu Öndər Heydər Baba. Yaşayacaq Azərbaycan, günü gündən şişə yaşar. Qəlblərdə o daim yaşar, Ulu Öndər Heydər Baba. İlham kimi oğlum vardır, yenilmezdir, qəhrəmandır. Xalqın arxa dayanıdır, Ulu Öndər Heydər Baba. Həm imansan, həm də günəş, tarixlərdə əbədi yaşar. Həm imansan, həm də günəş, tarixlərdə əbədi yaşar.
yaşar Ulu Önder Heydər Baba İndi isə dəvət edəcəyim qonağımız Respublikamızın əməkdar artisti, xalqın sevimlisi olan, sayılıb seçilən, hörmətli, izzətli Səlim Abbasov gəlir. Qarşılayın, öz ifası ilə gəlir. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Azərbaycan əskəri üç rəngli bayrağını sancıb Qarabağımda, bu doğma torpağımda. Azərbaycan əskəri, səndə var uca qeyrət, Türkiyə qardaşındır, bir millət, iki dövlət. Torpaq sizinlə fəxr edir hər an Bir zəfər ateşi var hər baxışda O dağlar, obalar bizimdir bizim Vermərik düşmənə bircə qarışda Döyüşdə irəli qalib əskərim Düşmənə od vuran mərd igidlərim Qarabağ bizimdir Azərbaycandır Alındı bu qisas ey şəhidlərim Ey xilaskar ordumuz durmadan vur zərbəni Qoyma gözünü açmağa məhv et düşməni Ey xilaskar ordumuz durmadan vur zərbəni Qoyma gözünü açmağa məhv et düşməni Azərbaycan əskəri üç rəngli bayrağını sancıb Qarabağımda, bu doğma torpağımda. Azərbaycan əskəri qorxmur heç vaxt ölümdən, şəhid mübariz kimi, Polad Həşimov kimi. Baş komandan aldıq əmrini Olmuşuq düşməni torpağımızdan İlhamla biz yeni tarix yazırıq Qoy dünya danışsın hünərimizdən Xilaskar ordunun qüvvəti ilə biz Deyirik bu şanlı zəfər bizimdir Gələcək nəsillər sevinclə yaşar İşıqlı aydınlı səhər bizimdir Ey xilaskar ordumuz durmadan vur zərbəni Qoyma gözünü açmağa məhv et düşməni Ey xilaskar ordumuz durmadan vur zərbəni Qoyma gözünü açmağa məhv et düşməni Azərbaycan əskəri üç rəngli bayrağını sancıb Qarabağımda, bu doğma torpağımda. Azərbaycan əskəri qorxmur heç vaxt ölümdən, şəhid mübariz kimi, Polad Həşimov kimi. Şəhidlər ölməz! Azərbaycan əskəri üç rəngli bayrağını sancıb Qarabağımda, bu doğma torpağımda. Azərbaycan əskəri qorxmur heç vaxt ölümdən, şəhid mübariz kimi, Polad Həşimov kimi. Azərbaycan əskəri üç rəngli bayrağını sancıb Qarabağımda, bu doğma torpağımda. Azərbaycan əskəri səndə var uca qeyrət, Türkiyə qardaşındır, bir millət, iki dövlət.
Bu möhtəşəm ifanıza görə sizə təşəkkürümü bildirirəm. Çox sağ olun ki, bax bu gün bura buyurub gəlmisiniz. Çünki siz bizim xalqımız üçün, elimiz üçün, dövlətimiz üçün çox layiqli bir vətəndaşsınız, çox layiqli bir sənətçisiniz. Bir daha təşəkkür edirəm. Təşəkkür edirəm, çox sağ olun xanım. Minnətdaram sizə. Sizin izləyicilərə salamlayıram. Fürsətdən istifadə edib sizə təşəkkürümü bildirirəm ilk öncə ki, rəhbərliyə çox sağ olun ki, bu gözəl gündə bizim üçün çox səbirsizliklə gözlədiniz. 5 ildə artıq bu sevinci yaşayırıq. Bu bayram günüm məni sahib dəvət etdiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Çox sağ olun. Azərbaycan xalqını təbrik edirəm. Əziz xalqım, Zəfər bayramımız mübarək olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Analarımızın əllərindən öpürəm şəhid analarının. Allah qazilərimizə can sağlığı versin. Allah dövlətimizi, millətimizi qorusun. Sevimli prezidentimiz Cənab İlham Əliyev qorusun. Ali Baş Komandanımızı. 44 günlük bu böyük güc, bəli, vətən müharibəsi öz gücünü göstərdi dünyaya ki, necə Azərbaycanın qəhrəman oğulları var. Ordumuzun gücünü göstərdi. Bəli, Allah milli ordumuzun bütün qəhrəman əskərlərini qorusun. Amin Allah. Bu mahnı mənim özümə aiddir. Bilirsiniz ki, bu klip şəklində efirlərdə yayınlanır. Bir çox burada sənətkarlar yer alır və sonunda da xalq arasında Alim Qasımovun ifası idi, Natiq Ritim qrupu və digər bizim dəyərli sənətkarlarımız. Sözləri Fuad İbrahimova aiddir, musiqisi mənə aiddir. Və ikinci mahnı da o da özümə aiddir. Onun da musiqisi yenə mənə aid, sözləri bizim dəyərli nəğməkar şair dostumuz Fuad İbrahimova aiddir. O da biz Cənab Prezidentə hədiyyə olaraq yazmışıq onu. Çünki doğrudan da onun rəhbərliyi altında biz bu böyük müharibəni qazandıq, öz torpaqlarımıza qovuşduq. Allah bir daha xalqımızı qorusun, dövlətimizi qorusun, rəhbərimizi qorusun. Göz yaşı olsa, o sevinç göz yaşı olsun. İnşallah, hər zaman sevinç göz yaşları olsun. Gözlərimizdən axan hər bir yaş odur ki, gəlsin sizdən gözəl bir ifa. Bayramımız mübarək. Bayramımız mübarək olsun. Cənab Prezident adlı mahnı gəlir, səslənsin. Müzəffər qəhrəman, səninlə fəxr edib bu xalqım hər zaman. Ali Baş Komandan, müzəffər qəhrəman, səninlə fəxr edib bu xalqım hər zaman. Sən ümid yerimiz, fəxrimizsən, əbədi ürəkli sərkərdəmizsən. Sən bizim ömürlük qəlbimizdəsən, ey cənab prezident, səninləyik biz. Sən ulu öndərin yoluna sadiq, attığın hər addım adına layiq. Yerinə yetirdin ata vəsiyyətin, bu yolda misilsiz oldu əziyyətin. Baş komandan, müzəffər qəhrəman, səninlə fəxr edib bu xalqım hər zaman. Baş komandan, müzəffər qəhrəman, səninlə fəxr edib bu xalqım hər zaman. Bu sözlər tarixdə daim qalacaq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. O dəmir yumruğun əzəmətilə, yaşa öz xalqının məhəbbətilə. Üç rəngli bayrağınla zirvələrdəsən, qaldırdın göylərə öz əllərinlə. Xalq sənə arxadır, sən xalqa dayan, hər zaman birgəsən sevənlərinlə. Baş komandan, müzəffər qəhrəman, səninlə fəxr edib bu xalqım hər zaman. Baş komandan, müzəffər qəhrəman, səninlə fəxr edib bu xalqım hər zaman.
müzəffər qəhrəman Səninlə fəxr edir bu xalqın hər zaman Ali Baş Komandan müzəffər qəhrəman Səninlə